Simon Bey, bugünlərim keçək sizlərlə PDF-in təhlilinə, PDF üzərindən bir dənə təhlil eləyək. E, PDF-i rahat görə bilirsinizmi müəllimlər, yoxsa biraz mən bunun faizini böyüdüm? Gəlin böyle. Bölmə birdən başlayaq. Məktəblərdə ünsiyyət və komanda işi. Buradan bizə düşən suallar hansılardır və hansı hissələr bizə düşür? Necə müəllimə görə bilirsinizmi? Hayır, ekranda gör. Ekran görünmür. Bir dəqiqə müəllimə. Tamam. İndi görə bilirsinizmi? Bakın görürsünüzmü? Tamam. Aha, tamam oldu müəllim. Nəsə görünmeyen bir şey olsa deyirsiniz. Birdən ola bilər ki, atabilirsiniz. Məktəblərdə ünsiyyət və komanda işi. Burada bizim ünsiyyətin məktəbdə rolu və əhəmiyyəti. Bunları biz bilirik və əsas düşən hissələrdən baxaq, suallardan. Ünsiyyət alətləri bizdə, baxın, e-poçt alətləri nə istifadə olunur? E-poçtlarda Google Gmaillərdən, Microsoft Outlook'dan istifadə olunur və burada bizim əlavə tədris və öyrənmə mühitində e-poçtdan istifadə nümunələri aşağıda verilibdir ki, yəni hansı vasitələrlə necə istifadə edə bilərikdir, nə üçün istifadə edə bilərik? Dərs məzmunu, resurs və tapşırıqlar şagirdlərə və şagird qruplarına göndərmək üçün, şagirdlərdən sual-cavab almaq üçün, müxtəlif dillərdə yazı bacarıqlarını inkişaf etdirmək üçün, valideynlərlə ünsiyyət qurmaq üçün, dərs haqqında məlumat vermək üçün. Və onlayn ünsiyyət alətlərimizdən Apple Image'dir, Skype'dır, istifadə olunur və web konferanslar üçün istifadə olunan alətlərimiz var ki, hansı ki Adobe Content məktəblər üçündür, Blackboard Connect'dir, Cisco WebEx'dir, Citrix GoToMeeting'dir, Google Hangouts'dur, Skype'dir. Bunlar isə web konferanslar üçün istifadə olunan alətlərimizdir. Hal-hazırda ən çox geniş istifadə olunan isə Zoom'dur. Əsas xüsusiyyətləri nədir? Mənim düşən suallar alətlərdən düşür, bu hissədən, konferansda istifadə olunan alətlərdən düşür və əsas xüsusiyyətləri düşür. Ünsiyyət alətləri istifadə növünə və onlardan təhsil sahəsində lisenziyalaşdırma qaydalarına görə dəyişir. Bunların əsas xüsusiyyətləri nə zaman istifadə olunur? Asinxron ünsiyyət üçün, sinxron ünsiyyət üçün, qlobal əhatə dairəsi, müxtəlif formatlar və çoxsaylı istifadələr. Bunlardan bizə düşəni, suallarımızda düşən isə sinxron və asinxron haqqında suallar düşür. Sinxron və asinxron ünsiyyət nədir? Asinxron ünsiyyətdə iştirakçılar eyni vaxtda onlayn olması tələb etmir. Misal üçün, mesajlaşırıq biz, qısa mesaj göndəririk, SMS göndəririk və s. e-poçtla göndəririk. Bunlar üçün asinxrona ehtiyac yoxdur. Nə vaxtsa göndərildi, mənim vaxtım olanda girdim, baxdım, istifadə etdim. Bu artıq olur asinxron. Sinxron ünsiyyətdə isə iştirakçılar eyni anda online olmasını tələb edir. Yəni, hər ikimiz, bax, biz hal-hazırda sinxron ünsiyyətdəyik. Hər birimiz onlayndayıq. Bu olub, onlayn söhbətlər, chatlar, web konferanslar onlayn. Bunlar sinxron ünsiyyət vasitələridir. Qlobal əhatə dairəsi, e-poçtu, konferanslar da onlayn söhbətlər üçün istifadə edirik. Sonra sual düşən hissələr üzərindən gedəcəm müəllimlər. Biraz düşməyən hissələri sürətli gedirəm. Əməkdaşlıq və buradan düşür suallar. Əməkdaşlıq haqqında platforma ilə bağlı əsas anlayışlar. Əsas burada nəzərə alın ki, komanda işi. Komanda işi tapşırıqları yerinə yetirmək, komanda məqsədlərinə çatmaq üçün müxtəlif fəaliyyətlərdə digər insanlarla əməkdaşlıq etməyi əhatə edir. Komandada uğurlu əməkdaşlıq fərdi üzvlərin töhfəsini artırar və ümumi komanda məqsədlərinə nail olmağa kömək edə bilər. Tipik əməkdaşlıq fəaliyyətləri hansılardır və bunlara hansılar daxildir? 2 dəqiqə məndə kimsə qoşulmaq istəyir.
Bunlarda əsas tipik əməkdaşlıq fəaliyyətlərin aşağıdakılar daxildir. Əməkdaşlıq fəaliyyətindən söhbət gedirsə, orada təqvimlərin və tapşırıqların idarə edilməsi, ünsiyyət qurmaq və əlaqələndirmək, ideyaların və müzakirələrin yaradılması, əməkdaşlıqla məzmunun yaradılması. Bu onlara aiddir. Əməkdaşlıq alətləri deyəndə, yəni biz hansı proqramlardan istifadə edirik əməkdaşlıq qurmaq üçün? Bunlar nəzərdə tutulur. Bunlara əməkdaşlıq alətlərində müxtəlif kateqoriyalara bölürük əməkdaşlıq alətlərini. Təqvim qurmaq üçün Google kalendar, Outlook kalendar, Anyto kalendardan istifadə olunur. Burada Outlook kalendar, biz daha çox Outlook kalendardan istifadə edirik. Sonra tapşırıq vermək üçün, tapşırıqlar üçün istifadə olunur. Biz sizin planner proqramı demişdik. Suallara da plannerdən düşür. Microsoft Project-dir, My Task To-dur. Tapşırıqların idarə olunması üçün istifadə olunur. Onlayn ünsiyyət və əməkdaşlıq üçün, baxın, bunun proqramın üçünün də adı var suallarda. Ünsiyyət və koordinasiya alətləri komandanızla qarşılıqlı ünsiyyət və əlaqə qurmağa, məlumatları asanlıqla paylaşmağa xidmət edir. Google Meet-dir, Microsoft Teams-dir və Zoom-dur. Teams, Meet, baxın müəllimlər, suallardan düşür. Onlayn ünsiyyət və yaxud da ki, əməkdaşlıq aləti. Bu zaman bəzi suallarda Teams-i soruşur. Teams həmçinin də platformadır. Baxın, bunu nəzərdə saxlayın. Sonra Google Meet-dir və Zoom-dur. Bəzi yerlərdə Google Meet yerinə Google Workshop yazılır. Bu Google sözünü yadınıza düşsə görərsəniz biləcəksiniz. Sonra ideya alətləri. İdeya alətlərindən Miro bizə suallara düşər. Miro haqqında. Yammer'dir və Whiteboard'dır. Bunlardan istifadə edə bilirik. Bunların içərisində dediyim kimi Miro'dan düşür suallar bizə. Sonra əməkdaşlıq, bu ssenarini keçək. Alətlər platformaları. Bax, əməkdaşlıq platformasında əsas nələrə diqqət yetirilir? Tapşırıqlar verilir, məhsuldarlıq var, ideya yaradılması var, ünsiyyət var və təqvim qurulması var. Bunlar əməkdaşlıq platformasının xüsusiyyətləridir ki, bunlarda ideya əməkdaşlıq vasitələrinə məhsuldarlıq dediyimiz kimi təqvim, tapşırıqların idarə edilməsi, kommunikasiya, ideya yaratmaq vasitələri daxildir deyirik. Bax, alətlər platformasına Slack-dır, Teams-dir, Google Workshop-dur. Slack düşmür suallarda, rastımızda çıxmır. Teams-dir platforması deyirsə, Teams və Workshop-u, Google Workshop-u götürürük. Əməkdaşlıq alətləri platformasının xüsusiyyətləri hansılardır? Xüsusiyyətləri bu da düşür bizə sualda bu bölmə. Platforması, baxın, vahid ünsiyyət və əməkdaşlıq, işin vahid mərkəzdən idarə olunması, tətbiqlərin inteqrasiyası. Yəni, əgər platformalardan söhbət gedirsə, bunu yadımızda saxlayır. İşin vahid mərkəzdən, əgər komanda işinlə bağlı idarə olunmasını deyirsə, vahid mərkəzdən idarə edilməsi, vahid ünsiyyət, əməkdaşlıq, tətbiqlərin inteqrasiyası. Ünsiyyət və əməkdaşlıq deyəndə, əməkdaşlıq alət platforma, kommunikasiya həlləri və komanda işi üçün ümumi əməkdaşlıq alətlərini vahid platformada bir araya gətirir. İnteqrasiya edilmiş proqramlar var. Əməkdaşlıq alətlərinə platforma ümumi alətlər interfeysdə inteqrasiya olunmuş proqramlar kimi tətbiq edilir. Adicə bu proqramlar əlavə edə və yaxud silə bilərsiniz. Sualların birisində var idi. İnteqrasiya olunmuş alətlər deyir ki, hansıdır? Siz demişdik ki, chat mesajlaşması. Bax, bu buna aiddir. İşin vahid mərkəzdən idarə olunması deyəndə, əməkdaşlıq alət platformu eyni istifadəçi interfeysi daxilində işinin müxtəlif aspektlərini idarə etməyə imkan verir. Yəni, mətn mesajları, səsli və ya audio zənglər, görüşlərin paylaşılması kimi tapşırıqlar platformanın
tərk etmədən və platformadan kənarda olan digər proqramlarla daxil olmadan tamamlana bilir. Əməkdaşlıq alətləri platformalarına çıxış üçün burada biz Microsoft Teams'dən istifadə edirik. Teams daha çox geniş bir şəkildə bunlardan istifadə olunur. 44 milyondan çox deyirik hal-hazırda Teams'in istifadəçisi məlumdur. Burada biz əsas bu hissəyə PDF-də diqqət yetirin. Baxın bu hissə. İki tapşırıqlarda bir. Bir bizdə nə idi? App bar paneli idi, proqram paneli idi. Misallarda proqram paneli kimi düşün. Bu platforma üzərində olan proqramlara giriş imkanı verir və burada olanlara giririk və digərlərini girmək üçün 3 nöqtədən keçid edirik. İkinci hissəmiz isə search box, əmrlər və axtarış qutusu sayılır və bu hissədə bizə lazım olan alətlər, komandaları, komanda üzvlərini axtarıb tapmaq üçün istifadə olunur. 3də isə profil hissəmizdir. Burada profil nastroykasına daxil ola bilərik. Orada hesab parametrlərini, ekrandır, dildir, məxfilik parametrlə, bildiriş, icazəli tənzimləyə bilirik. 4də isə komandalarımızı görürük. Komanda bölməsidir. Burada yaratdığımız üzvlərdir. Komandaları da daxil edə bilirik. Komandanı görürük. 5də isə deyək ki, workshop işçi sahədir. Yəni mətn mesajları, fayl kataloqu, göndərdiyimiz proqramları əlavə edə bilərik. Biz bu hissədə interfeysinin pəncərəsini göstərir bizə. Sonra Teams'in mobil versiyasından sual düşmür. Burada mobil versiya haqqında verilibdir. Komanda bölməsində komandaya daxil olanda Teams'də nəqliyyat istəyirik bizə komandanın adı, hər komanda aşağıdakı alt qruplarda olan kanallarımız yerləşir. Sonra daha çox bölməsidir ki, seçimləri verir. Üzərində klikləməklə komandanın idarə edilməsi üçün seçimlər açır bizə. 4-cü hissə invite people, başqalarını komandanızı dəvət etmək üçün istifadə olunur və komanda yaratmaq və ya mövcud komandaya qoşulmaq imkanı verir burada. Bizə suallarda yoxdur. Komanda yarat demir Teams'dən bağlı şəxs. Sadəcə kanalla yeni bir kanal yarat. Belə bir sual var. Ona da baxacaq. Sonra profil bölməsi. Profilimizdə bizə düşən hissə profildə düşən suallardan budur ki, save, yadda saxlanılan mesajlar hissəsidir. Profildən düşən sualımız. Qalan hissədə profillə bağlı heç bir sual düşmür və saxlanmış mesajlara daxil olmaq üçün buradan istifadə edirik biz. Profildə set parametrləri burada yoxdur, məxfilikdən yoxdur sual. Komanda və üzvlər hissəsi. Biz burada komanda və üzvlərdən danışdığımız zaman komanda yaratmaq və insanları əlavə etmək üçün istifadə olunur. Komandaya qoşulmaq və komanda yaratmaq üçün burada var create team, komanda yaratmaq və yaratdığımız zaman bu formada görünür və yeni versiyada bu görünüş ümumilə dəyişibdir. Sizdə bu hissə yoxdur sualda. Baxın, burada kanal əlavə etmək, yeni üzvləri əlavə etmək və kanal yaratmaqla bağlı suallarımız var. Əgər kanal yaradırıqsa, mən Teams'in üzərinə keçmirəm. Baxın, Teams'in üzərinə keçsəm, biraz fərqlilik olacaqdır. İmtahan suallarında da şəkildəki kimi düşür. Ona görə şəkil üzərindən sizlərə izah eləmək istəyirəm. Burada isə baxın, kanal yaratma. Bu bizim komandamızdır. Hər hansı bir adla verilə bilər sizə suallarda. Hər hansı bir adla verilsə də, siz əsas yadda saxlayacağınız yer 3 nöqtədir. Kanal əlavə et deyirsə, 3 nöqtəyə daxil oluruq. Add member.
E, Member nədir? Üzvü əlavə etməkdir. Kanal deyirsə, add channel-dır. Əlavə et. Kanal suallarda kanal əlavə etdi, üzv əlavə et deyil. Channel-ı seçirik. Channel-ı seçdiyimiz zaman bir dəqiqə mənimlə o hissəni açım. Burada biraz əlavələr verib. Aha, baxın buradadır. Add channel kanal əlavə edirik. Kanal əlavə etdən sonra bax bu hissə var sualda. Bax bu şəkil. Kanal sadəcə ad fərqlidir. 3 nöqtə add channel. Ondan sonra gəlirik. Kanalın adını yazırıq və bizdə dersəm private accessibility only bu sözü axıra qədər yadınızda saxlamağa ehtiyac yoxdur sözü. Qısa bir hissəsini yadınızda saxlasanız bəsdir. Şəxsi etməyi seçməyi planlaşdır. Yalnız komanda daxilində müəyyən bir qrup insanlar üçün seçilə bilər. Standart seçdiyimiz zaman isə hər kəs buna daxil olub görə biləcəkdir. Bizə bu düşmür. Sadəcə deyir ki, kanal əlavə et. Kanalın adını yazırsınız və əlavə et düyməsini basırsınız kanalı əlavə etdiyiniz zaman. Sonra analitika bölməsindən var idi sualımız. Analitika bölməsində sadəcə analitikanın nəzəri hissələrindən verir suallar. Analitikada biz ümumiyyətlə analitika bölməsində aktiv istifadəçilərin sayını, komandadakı insanların sayını, qonaqlardır, yazılar, cavablar, komandanın növü kimi müxtəlif məlumatlara baxa bilirik və buradakı məlumatlar demişdik ki, dəqiqə, saxlanılır 7 gün, 30 gün və 90 gün ərzində. Bu hissəyə suallarda diqqət edirsiniz. Komanda deyir, analitikayla bağlı sual verir. Deyir ki, nə qədər informasiya eləyirik. Bəzi suallarda var ki, ancaq 7 gün saxlayır, ancaq 30 gün saxlayır və s. Bu ancaq deyirsə qəbul etmirik bunu. 7, 30 və 90 gün olaraq hansı cavabda verirsə onu qəbul edirik. Və bir də diqqətli oluruq ki, bizdə statistik təhlillər aparmaq üçün analitika bölməsindən istifadə edirik. Əgər təhlildən söhbət gedirsə, analitikanı nəzərdə saxlayırsınız. Yəni, analiz sözünü yadınızda saxlayın da, analiz eləmək, baxmaq, yoxlamaq, harada nəyin olub olmadığını yoxlamaq üçün bunlardan istifadə edirik biz. Sonra aha, zənglərlə bağlı olan hissələrimiz var ki, biz burada nə iş görürük? Komandalarımızda zəngin qurulması, zəngə daxil olunması, bunları əlavə etmək və s. bunlara baxacaq. Söhbət bölməsi, chat bölməsindən söhbəti aparırıq. Komandamızda şəxslər daxil edildiksə, chatdan istifadə edə bilirik biz. Burada sadəcə imtahana düşən hissəsindən demək istəyirəm sizə. Dəqiqəmənlər. Aha. Baxın, hansısa bir tətbiqi əlavə etmək üçün istifadə etdiyimiz zaman düşür ki, tətbiqi əlavə et. Əlavə etdirsə 3 nöqtədən əlavə edirik. Yaxud tətbiqi sil deyirsən. Baxın, bu sual var idi da, elə deyilmi? Tətbiqi əlavə et, kalendar botu seçdik. Bu ardıcıllığı seçdik. Ədi əlavə etdik. Bu hissə bu şəkil yoxdur. Və ən sonda add düyməsini basıb əlavə edirik. Bu hissə var idi. Sonra düşən suallarımızdan baxın, burada deyir ki, sualda var idi. Daxil olunmuş proqram panelinə bərkidilmiş proqramı çıxardın oradan. Pini varsa proqramı ora bərkitməkdir. Sualda isə unpin idi. Deyir ki, OneNote proqramını bərkidilmiş siyahıdan silin.
Anpini basmaqla biz onu oradan çıxardarıq. Əgər ansalı bassaq, o oradan silinəcək. Ansalla işimiz yoxdur bizim. Anpini basmaqla oradan siləcək. Sual bir, düşən sualımız bir. Biri budur suallardan. Sonra... Aha. Baxın, bir də budur. Kanallara tətbiqlərin əlavə edilməsi. Kanallara tətbiq əlavə edilirsə, yuxarıdakı plusdan istifadə edirik. Sualda hansısa kanala nə isə əlavə et deyirsə, yuxarıdakı plusdan istifadə edərək əlavə edirik. Və baxın, bu hissə var idi sualda. Seçirdik, kalendar botu əlavə et deyirdi bizə. Kalendar botu əlavə etmək üçün seçirik. Kalendar botu seçirik və ardıcıllığı seçməklə sadəcə orada hansı hissə aktivləşirsə, görünürsə onu seçirdiniz və save-i basırsınız. Sonra lazım deyil bizə, bu hissələr yoxdur. General getdik. Təhlil hissə burada daha geniş verilibdir. Analitika bölməsindən bağlı, təhlillə bağlı informasiyalar. Analitika bölməsində müxtəlif kateqoriyalarda olan istifadəçi xülasələrini nəzərdən keçirə bilirik. Burada xülasə başlığı altında istifadəçi proqramları, görüşlərin sayı, fayl ölçüsü və s. görə bilirik. Burada müxtəlif nişanlar formasında işarələr şəklində bizə onları göstərir. Bu hissələr yoxdur sualda. Bizə düşən suallardan biri budur. Yardım və dəstək bölməsi. Deyir ki, yardımı hardan ala bilərik? Məlumatlar haqqında yardımı help bölməsindən və sualın birində də var ki, ən axırıncı yenilənmələr hardan baxa bilərik? Help bölməsindən, What's New hissəsindən daxil olub baxacaq. Burada aşağıda olmalıydı bu. Baxın, geri qayıdım. Yardım hissəsinə baxırıq. Burada göstərilib belə. Help və What's New. Proqramın sol aşağı küncündə help işarəsi, sual işarəsi, yardım. Onu yadınızda saxlayın və What's New-dan keçid edib daxil olub baxa bilirik. Təqvimlərlə bağlı ən çox sual düşən bölmələrdən biridir təqvim hissəmiz. Təqvimdə biz nəyə diqqət yetirməliyik? Sizi çaşdırmasın mənimlə. Əsas suala bir dənə diqqətlə oxuyun. Bu zaman biləcəksiniz ki, nəticəyə bir dənə baxaq, qoşulmaq istəyir varmı? Biz burada deyir ki, günlük rejimə keçin. Mouse yazılıb burada. Gün deyirsə, mouse sözünü açırıq və aşağıda şəkildə görünür ki, belə bir pəncərə açılır və bu pəncərənin üzərindən day sözünü biz seçəcəyik. Bunun üzərindən daxil olub baxacaq. Seçək. Sonra düşən suallardan başlıq əlavə et deyir. Suallar var. Baxın, başlıqla başlığı əlavə et və tarixi də verir ki, hər hansı tarixdə təyin et cədvələ. Başlıq əlavə et deyirsə, qələm işarəsini yadımızda saxlayırıq. Tarixi deyirsə, ayın tarixi, saatı daxil edirik. Bizə hansı saat başlayıb, hansı və schedule sözünü mütləq basmalıyıq. Bu şəkil var sualda. Başlıq əlavə et və sonra tarix və saatı vermişdilər sualda. Seç və təyin et deyir. Təyin et deyirsə, schedule sözünü basırıq. Bu şəkil var idi. Bu hissə yoxdur. Baxın mənimlə, bu şəkil də var suallarda.
Deyir ki, e, mətni daxil et, mətnə daxil olan şəxsləri əlavə et, adını verir və şəxsləri əlavə et deyir. Şəxsi ad verirsə, şəxsi əlavə et deyirsə, adam işarəsi hissəni yadımızda saxlayırıq və invite attendance şəxsləri daxil edirik. Yadda saxla deyirsə, burada save sözü var. Bu sözdən istifadə edirik. Bu hissə yoxdur sualda. Bu da yox idi. Bizə düşən suallara baxaq. Bir də müəllimlər, düşən suallardan hə, məlumatları D şəxsləri daxil et və görüş haqqında ona məlumat ver. Məlumat ver deyirsə aşağı hissədə yazı yazmaq hissəmiz ki var bizim. Həmin hissədən istifadə edərək burada yazı yazacağıq və onlara məlumat verəcəyik ki, görüşümüz haqqında hansı tarixdə olacaqdır, görüş nədən bəhs edəcəkdir, bu məlumatları yaza bilərik biz. Sadəcə məlumat yaz yerini seçirsiniz. Siz burada, orada yazılır. Məlumatın öz üstündən basanda məlumatlar avtomatik bura düşür. Və suala diqqət yetirin, yadda saxla deyir, yaxud göndər deyir, bu hissələrə diqqət yetirin. Sonra bu suallar düşən, bu diaqnostikdə də var bu hissə. Vaxtıdır bildiriş göndərsin. Daha öncə bildiriş göndər deyirsə, saat işarəsini nəzərimizdə tuturuq. Budilnik işarəsi. Bunu seçdikdən sonra açılır bizə bu pəncərə və saatı 30 dəqiqədən çeviririk ya 15 dəqiqəyə. Sualda belə idi. 15 dəqiqə öncə bildiriş verin. Bunu 15 dəqiqəyə biz çevirib yazırıq. Və bunun o hissəyə daxil olmaq üçün sadəcə bizə verilən proqram hissənin, təqvim hissənin hansı ad deyirsə, üzərindən bir dəfə klikləmək lazımdır. Schedule assistant burada yoxdur. Yəni, əgər tədbirləri ləğv etməkdən söhbət gedirsə, ləğv et deyirsə, birini ləğv et deyirsə, yaxud da ki, hamısını ləğv et deyirsə, bu pəncərədir. Cancel-ı basırıq. Cancel-ı bastığımız zaman bircə dəqiqə müəllimlər. Baxın, bu pəncərəni açmır bizə. Cancel-ı basan kimi this event və all this event yazılır və buradakı görünənə oxşar formada biraz görünür. Adlar yazılır ki, hansı mitingi ləğv edək deyə. This event deyirsə, bir görüşdən söhbət gedir. Hamısını deyirsə, all events adına istifadə edəcəyik biz. Sonra təqvimin paylaşılması var. Təqvimin paylaşılması hissəsi baxın, bu pəncərə görünür. Təqvimə daxil olduğumuz zaman, bir dənə önünə keçim, orada o işarə var idi. İşarə. 2 dəqiqə, mən də işarəni tapım. Aha, buradadır, baxın. Paylaş deyirsə, share sözünə diqqət yetirirsiniz. Share sözünü basdıqdan sonra, əgər burada deyirsə, dəqiqə. Aha. Təqvimin paylaşılması. Şeyəni keçəndən sonra, paylaş sözünü basandan sonra bizə baxın, burada gördüyümüz pəncərə açılır. Şəxsin adını daxil et deyir. Ad daxil etmə hissəmizi seçirik və share düyməsini basırıq. Sonra bir sualda yazmışdı ki, paylaşılan mətni silin. Paylaşılanı sil deyirsə, yenə şeyə keçirik və açılan pəncərədə sil işarəsini basırıq. Əgər bizə deyirsə ki, paylaşdığımız şəxslə görünmə rejiminə çevir, yaxud da ki, redaktor rejiminə çevir. Onun yanında, baxın,
Bunun yanında işarə olur və belə bir pəncərə olur. O üç bucağa basanda yazılır burada ki paylaş, can edit, can view. Burada edit, redaktə edə bilərik. Can view isə biz bunu görünüş rejiminə çeviririk. Qrup təqvimi, qruplarda təqvimin yaradılması. Buradan bunlar yoxdur. Daha önemli. Bir de bu bölümeler ki var ya bayaq dediğimiz. Bu bölümeleri repli bu hisseden var, bundan var, bu hisselerden ve bu hisseden suallar var. Orada düşür. E, Tapşırıqları da izah edin müəllimlər, yoksa burada dayanaq, tapşırıqları sabah başlayaq. Çox olur sizə? Müəllimlər, çox olmur ki sizə. Mənə bunun videosu qalır elə hepsi. Bəli, müəllimə qalır. Birazdan YouTube'a yükləyəcəm. Dünənkini də, bugünkünü də. Hə, inşallah. Deyirəm bəlkə baxaq buna bir dəfə. Elə bir ki indi daha biraz çox şey başa düşdüm, bilmirəm. Müəllimləri deyə bilmərəm. Elə bir ki bu daha xoş gəldi mənə bu dərs. Bir dəfə deyirəm baxaq biz videosuna Tamam. da. Olar Bir də o müəllimə. dünən demişdim. Onu müraciət etmədiniz. Nəyi? Bizə ikinci şansda sınaq olsa daha yaxşı olardı. Hə. Belə siz izah edirsiniz. İndi müəllimə qrupa kodu atacağım sizə, WhatsApp-a yazacağım, hansı koddan girib sınağı işləyin deyə. Biz necə cavab verməyib işləyirdik ki, o formada cavab vermədən işləyirsiniz. Hə, o köhnə işlədiyimiz sınağı deyirsiniz. Hə, köhnə işlədi. Yox, təzə yoxdur, köhnədir. Hə, təzəsi dedilər ki, təzə yoxdur deyə, köhnədir. Bir müəlliməni saxlamışdıq, onun üzərindən işləyəcəyik. Hə, inşallah. Tamam müəllim. Elə Buyurun. şey daha xoş gəldi mənə bu izah. Belə baxa-baxa. Bəlkə də indi ilk dəfə bir başqa olur. Sinəmə, indi kitabı təhlil edib qutaracağıq da. Kitabı təhlil edib qutarandan sonra o hissələri keçib proqramın, misal üçün, Timisin özündə izah eləyəcəm sizə. Birinci istəyirəm ki, kitabdan göstərim, haradan düşür, necə düşür. Ondan sonra proqramın üzərindən izah eləyəcəm o şeyləri, eynisini. İnşallah. İnşallah. Nə bilim, nə məsləhət görürsünüz? Bəlkə bura qədər kifayətdir. Baxaq. Məncə də bura qədər kifayət olar məndən. Çünki hardasa çox videoda çox uzun olanda yadda saxlamaq problemi də olur, çətinlik olur. Onda tapşırıqlarımıza qədər qalsın. Gələn sabahlarım Allah qoysa eyni saatda yenidən qoşularıq. Tapşırıq hissədən davam edərik. Oldu inşallah. Oldu müəlliməm.